Salam əziz şagirdlər. Keçən səfər KSG 7-nin videosunu paylaşanda hamı B variantının da video izahını istədi. Ona görə B variantının da izahını çəkirik. Gəlin başlayaq. Deməli, bir də onu qeyd edim ki, bu fəza ilə bağlı olan KSG idi. Başlayaq. Deməli, bizə deyir ki, birinci sual, tili 6 cm olan kubun tam səthinin sahəsini tapın. Bilirik ki, kubun 6 yüzü var və 6'sı da kvadratdır. Ona görə yazırıq S tam bərabərdir 6 vurulsun A'nın kvadratı. Yəni burada A bir tərəfinin uzunluğudur. Onda A'mız 6'dır. 6 vurulsun 6 kvadratı. 36. 6'ını da vuranda 36'ya 216 edir. Yani cevap A variantı. Böyle qeyd edeyim. İkinci sual. Tam səthi. Burada sualda səhvlik var. Rəqəm 80 değil. Rəqəm 96'dır bu arada. Deyir ki, tam səthinin sahəsi 96 cm olan kubun tilini tapın. İndi elə bir ki, geriyə qayıdırıq. Baxın, tam səthin sahəsi 96'dır. Deməli, biz bilirik ki, kubun 6 dənə üzü var və 6'sı da kvadratdır. 6'nı vurur tilin kvadratına, nəticədə 96 eləyir. Deməli, biz 6'ya bölək görək bir üzünün kvadratı neçə eləyir? O da eləyir 96 bölü 6, yəni 16. İndi fikirləşin, nəyi nəyə vursam 16 eləyər? Kvadratın sahəsi 16-sa, deməli, özü 4 olacaq. Cavab oldu A variantı. Üçüncü sual, tilləri M, N, P olan kuboidin tam sahəsi. Biz demişdik ki, kuboidin tərəflərinin hasilinin 2 qatını verirdi də tam sahələr. Məsələn, bura M'dir tutalım, bura N'dir, burada P'dir. Onda bu yüzünü tapmaq üçün M'i vurmalıyam N'ə, P'yə. N vurulsun P. Axı bundan 2 dənədir. Vururam 2'yə. Sonra bu böyürdəki yan üzü var. Onu tapmaq üçün N'i vurmalıyam M'ə. M vur N. 2 dənədir axı. Vururam 2'yə. Və nəhayət qaldı. Bu arxa üz var. Böyük yüz. Onu tapmaq üçün də M'i vurmalıyam P'yə. Və vurmalıyam 2'yə. Onda S tam bunların cəmi olacaq. S tam bərabərdir 2 vurulsun M'in. Üstə gəl 2 vurulsun NP. Üstə gəlsin 2 vurulsun MP. Həqiqətən də 6 dənə üzü var və 6 dənə sahə tapmış oluruq. Açıq sualdır bu. Cavab belə bu şəkildə qalır. Dördüncü sual. Tilləri 2, 4 və 6 cm olan kuboidin tam səthinin sahəsini istəyir. Bizdə elə bundan soruşur. Yox, dördüncü sual. Elə həmin bax bu düstur var ya, bundan istifadə edəcəyik. S1 bərabərdir 2 vurulsun 4. S2 bərabərdir. İndi 2'ni 4'ə vurduq axı. Keçirəm 2'ni 6'ya vurmağa. Həmsində də 2 var başda. Bu da 3 oldu mu? Aha. İndi baxın 2'ni 4'ə vurduq. 2'ni 6'ya vurduq. Qaldı 4'ün 6'ya vurulması. 2 vurulsun 4 vur 6. Bu 2'yə də dediyimiz kimi hər üzdən 2 dənə də ona görə vururuq. 2 2 4, 4 4'üm 16, 2 2 4, 4 6'ım 24, 2 4'üm 8, 8 6'ım 48. Bunları da cəmləyəndə 48, 24, 72, üstünə də 16 gələndə 88. Cavab oldu. Oy, neyse, yox, burada var imiş. 5-ci sual. Deməli, düzbucaqlı üçbucağın prizmasıdır da elə bil ki. Biz bu şəkili tez oturacaqları görsənəcək bir şəkildə çəkək. Ən rahat yolu bunu açmaqdır. Açmasaz çətinlik çəkəcəksiniz. Aha. Deməli, N'ni 5'dir. Bax, bura 5'dir. Burası 3'dür. Burası da 4'dür. Və düzbucaqlı üçbucaqdır. Hündürlüyü də 6'dır. İndi bura 3'dürsə, burada 3'dür. Bura 4'dürsə, burada 4'dür. Və eyni şeylər burada da 3, 4, bura 6'dır. Burada 6'dır. Burada 6'dır. İndi bizdə düz, baxın, 1, 2, 3, 4, 5 dənə sahə var ki, tapılmalı. Oradan, bax, bu birinci sahə ilə ikinci sahə eynidir. Çünki ikisi də eyni üçbucaqlardır. Gəlin tapaq. Və bu düzbucaqlı üçbucaq olduğu üçün bu düzbucaqlı üçbucaq üçün biz sahə düsturunu 5-ci sinifdə bundan əvvəlki sahələr mövzusunda keçmişdik. Neyinirdik? Əgər eni A-dırsa, uzunu B-dirsə, yəni bunları vururduq bir-birinə və bölürdük 2'yə.
İndi gəlin baxaq. Yazaq S1 bərabərdir. S1 bərabərdir. 3'ü 4'e vurub böləcəyik 2'yə. 12. 12'ni də 2'yə bölündə 6. Biz dedik ki S2 də bundandır. Onda S2 də 6'dır. Qalan hamısı 3'dür, 4'dür, 5'dir. Bunlar deməli düz bucaqdır. Ona görə bunları tapmaq üçün enini vuracağıq uzunluğuna. 6'nı vuracağıq 3'ə 18. S4 5 enidir, 6 da buradır. 6'nı 5'ə vuracağıq 30. Və S5'imizdə 6'nı 4'ə vururuq. Elə ki burada S5'də. 6'nı 4'ə vururuq, eləyir 24. Bizə lazımdır bunların cəmi. Yazırıq belə. S tam bərabərdir. 6, 6, 12, üstə gəl 18, üstə gəl 24, üstə gəl 30. Bərabərdir. 12, 18, 30, 30, 30, 60, 60 üstə 24, 84 verəcək. Cevabımız oldu 84 bu variant. Bizim 6. sual. 5 ar neçə metrin kvadratıdır? Deməli, hər bir arımız 100 metrin kvadratına bərabərdir. Onda 5 dənə arımız da təbii ki 500 metrin kvadratı edir. 500 dedi variant. 7. sual 3000 metrin. Elə bil ki bu sual onun tərsindən qayıdır da. Burada da bizə metrin verib 3000 metrin kvadratı bizə deyir neçə ardır. Biz nə dedik bəyək? Hər bir 100 arımız, 100 metrin kvadratımız 1 ardır. Onda biz bunu 100'ə bölsək, sondan 2 0 gedir, qalır 30 ar. Cavab oldu 30 C variantı. 8. sual müqayisə edin deyir. Deməli, 5 metrin kvadratı boşluq 5000 santimetrin kvadratı. Gəlin birinci fikirləşək. 1 metr neçə santimetr idi? 100 santimetr, düzdürmü? Onda 1 metrin kvadratı da axı kvadrata yüksəldirik. Onda bunun da kvadratını taparıq. 100'ün kvadratı da 1, 2, 10.000 eləyəcək. İndi hər bir metrin kvadratı 10.000 santimetrin kvadratına bərabərdir. Onda 5 dənə metrin kvadratı da olacaq 50.000 santimetrin kvadratı. Bir tərəf 50.000, bir tərəf 5.000. Belə müqayisələrdə 5.000 deyib çox sıvı çəkdim. Belə müqayisələrdə böyüyü kiçiyə gətirmək daha rahatdır. Çünki mən bunu metr kvadratına gətirmək istəsəm onluq kəsr alardım, daha çətin olardı. Təbii ki bu tərəf daha böyükdür. Bizə lazımdır böyükdür. Y variantı. 9. 9'da həcm vahidləridir. İndi gəlin baxaq. Bizə deyir ki 26.000 millimetrin kubu neçə santimetrin kubunu verir. Dərhal yenə qaydaq. Başlayaq. 1 santimetr. Həmişə birinci uzunluğu çevirin. Onda həcmə, sahədsə kvadratı yüksəltmək daha rahat olacaq. 1 santimetrimiz təbii ki 10 millimetrdir. Düzdürmü? İndi onda buradan kubdursa, bundan da kub almalıyıq. Onun da kubu 10, 10, 10. Yəni 3 0 deməkdir. O da eləyəcək millimetrin kubuna. İndi deməli hər 1 santimetri tapmaq üçün 1000 millimetr var. Onda biz bunun sonundan 3 0 aparsaq, yəni 1000'ə bölsək, nəticədə 26 edər. Cavab oldu Y variantı. 10. sual nə deyir? Hamısını metrlə ifadə edin. Gəlin baxaq. Hər bir metrimiz 100'dür. 100 santimetrdir. Ona görə 500'ümüz olacaq 5 metr. Sonra 1 metr ilə 1 metrdir. Hər bir metrimiz 1000 millimetrdir. Ona görə bu 3 0 aparıram. Yerdə qalır 3 metr də buradan. 5, 6, bu da 3 gələndə 9 metr edər. 9 metr hanı A variantı. 11. Düz prizmanın həcmini istəyir. 11. Həcm bilirsiniz ki 3 ölçünün hasilidir. Yəni A vur B vur C. İndi 2 vurulsun 1,5 vurulsun 5 metr. 2'ni 1,5'e vuranda 3, 3'ü də 5'e vuranda 10
15 eder. Oy. Cevap oldu D variantı. Geldi 12'ye. Deməli. Deyir ki, hədiyyə qutularının eni, uzunluğu bu şəkildə verib və hündürlüyünü verib. Buradan deyir ki, uşaqların qutular üzərində rəngli kağızla üst çəkməkləri üçün 44 cm kağızımız var. Bizə deyir ki, onun neçə qutu ilə üzləmək olar. Bir dənə tez kuboid çəkək. Deyir ki, uzunluğu 60'dır. Eni də 20'dir. Və hündürlüyümüz də 40'dır. İndi rəngli kağızın üst çəkiriksə biz buna, onda bizə S tam lazımdır, düzdürmü? Yazıram belə. S tam 2'ni birbaşa çölə çıxardıram. 20'ni 60'a vuraq. 20 vur 60. Üstə gəl 20'ni 40'a vuraq. 3 ölçüsünün hasili demişdik də. Üstə gəl 20'ni 60'a vurduq. 20'ni 40'a vurduq. Qaldı 40'ın 60'a. Bunları hesapladıktan sonra 20 60 12 2 0 1200. 20 bu 8 2 0 800. 4 6 24 2 0 2400. Bunları toplasaq 2400 üstə 1200 3600 üstə də 800 gələndə 4400 eləyir. 4400. Onda vuranda 8800 eləyir. Deməli bizim bir qutuya bu qədər kağız gedir. Aha, bu bizim elə ki bir qutudur. Yazaq mütərizə içinə. Bir qutuya. Qutu. İndi bizim axı 44.000 kağızımız var. 44.000 ölçüdə. Onda bunu da bölək 8800'ə görə bizə nə qədər qutu lazımdır? Bax, sondakı sıfırlı ədədlərə böləndə həmişə bunu eləyin. 2 0 buradan, 2 0 buradan getdi. Qaldı 440 bölünsün 88. 440'ın da içində 88, 5 dənə yerləşər. Cevap oldu 5 ədəd. 5 ədəd, 5 dənə. 13. Tilləri bu olan paralelipedin həcmini istəyir. Yenə həcm neydi? 3 ölçünün hasili 2 vur 3 vur 8. 6, 6 8'im 48. B variantı. 14. Aha, 14 maraqlı sualdır və müzakirəli sualdır. Deməli, tilləri 30, 40 və 10 olan düzbucaqlı paralelipedin tili 10 cm olan kub kəsilib ayrıldı. Bizə deyir yerdə qalan figurun həcmi. Biz birinci tamam figurun, elə ki bütöv figurun demək həcmini tapaq. Bütöv figurumuz 30, 40 və 10 ölçüsündədir. Bunları bir-birinə vursaq, nəticədə 3 4'üm 12, 12.000 olar. Bu elə bil ki, kəsilməmişdən əvvəl olan həcmdir. İndi biz burada bir dənə kəsik paralelipedimiz var, balaca. Onun da deyir ki, ölçüsü 10'dur və kub şəklindədir. Yazaq V kəsik. Kəsik kubun həcmi 10'da axı. Kub olduğu üçün 3 ölçüsü də 10'uymuş. 10 vur 10 vur 10. Verdi mi burada 1000? İndi biz bunu kəsəndə artıq bu azalır. Ay. Aha. Biz bunu kəsəndə axı bunun sahəsi azalır. Ona görə bunu çıxırıq 1000'i. Qalır yerdə 11.000. Bu elə bil ki, kəsildikdən sonra qalan həcmdir. İndi gələk boyama hissəsinə. Deməli, 1000 cm kvadrat. Aha. İndi bizə lazımdır tam sahəni tapmaq. 1000 cm kvadrat sahəni rəngləmək üçün 0,1 litr boya lazımdır. Alınan figurun səthini rəngləmək üçün nə qədər boya lazımdır? İndi qulasın, belə bir şey deyim. Bizdə bu hissə kəsilib atılandan sonra artıq bu kub olmayacaq. Heç paraleliped də olmur da, yəni kompleks bir figur olur. Gəlin bunun şəklini çəkməyə çalışaq. Belə bir figur alınıb. Bizə bunun səthini boyamaq lazımdır. İndi gəlin bunu belə qırıq-qırıq 2 dənə paraleliped şəklində salaq. Elə bil ki, buradan bu tərəfini 1 hesablayacağıq. Buradakı bu kəsilməmişdən əvvəl elə bil ki, bu figur ki var, bax bunu da 1 hesablayaq. Çünki başqa cür biz bunu hesablayıb qutara bilmərik. Alınan figurun səthini rəngləmək üçün. Bura 40'dır.
Bu hissə biraz vaxt aparır. Əslində sizə bu qədər çətin düşməməli idi. Mən ona görə keçən səfər həcmdən başa saldım. Burada 10'dur. Deməli. Bura 30'dur. Bura hər tərəfi 10 kəsilibsə, onda burada 30'dur. Hündürlüyü də 10'dur onsuz da. 10. Gəlin belə elə estamları da bu kəsilib çıxarılma yolu ilə eləyək. Birinci estam nə qədər idi? Əvvəl estam 2 vurulsun. 30 vur 40. Üstə gəl 30 vur 10. Üstə gəl 40 vur 10 şəklində idi. Yəni əvvəl bizim tam səhayemiz bunun kimi idi. İndi 30'u 40'a vuranda 1200. 30'u 10'a vuranda 300. 40'a 10'a vuranda 400 eləyir. 2 vurulsun 1200, üstünə 300, 1500, 1900. O da eləyir 3800. Bu əvvəlkidir. Bu sualın bu hissəsində səhvlik var. Tam düzgün çıxmır. Ya alınan fiqur, köhnə fiqur desə daha rahat olardı. Şagird üçün fikirləşirəm, müəllim üçün yox. 3800. Kəsilən hissə isə 10'dur da 6 və kubdur. Ona görə yazıram 6 vur 10. 6 vur 10'un kvadratı. Burada kəsilən hissədə eləyir 600 cm kvadratı. İndi bunu çıxanda tam hissə qalacaq 3200. Elə bil ki, kəsilmiş fiqurun. İndi bizə deyir ki, 1200 1000 santimetrə 0,1 litr gedir. 3200'ə x litr gedir. Onda 3 tənasüb eləməmsiniz. 3200'ü 1000'ə bölüb 0,1'ə vurmaq lazımdır. Çalışıb tənasüb yolu ilə gedəcəkdim. Siz də 6-cı sinifsizdə öyrənməmsiniz. 3,2 vurulsun 0,1. Yəni 0,32 litr gedər. Gəldik 15'ə. Deyir ki, rəngsəz hündürlüyü 4 metr olan kuboid formalı otağın divarlarını rəngləməlidir. Bu otağın eni 3, uzunluğu isə enindən 50% çoxdur. Bir dənə kuboid çəkək. Hündürlüyü 4'dür. Otağın eni 3'dür. Uzunluğu isə enindən 50% çoxdur. 50% yarım deməkdir. 3'ün də yarısı 1,5'dir. Yəni bu qədər çoxdursa 3 metr üstə 1,5 metr gələndə 4,5 metr olur. İndi bizə deyir ki, otağın pəncərələri sahəsi bu qədər, qapı sahəsi bu qədər olarsa divarların rənglənəcək sahəsini tapın. Təbii ki, baxın, rəngləyəndə biz buranı rəngləmirik də, polla yerdə, elə patolog deyək də, yuxarı hissə ilə aşağı hissə rənglənmir. Ancaq bizə bu kənarlar lazımdır. Baxın, rənglənəcək hissələri qırmızı göstərək. Bir bura lazımdır. Bir üzü bizə görünən divar, bir bu divar, bir də arxadakı bu divar lazımdır. Yazıram belə, S1 bərabərdir. 4'ü vururam 3'ə, hündürlüyünə və vururam 2'yə. Axı bundan 2 də nədir? 12, 24. Bir də həmin bu hündürlüyü, yəni 4'ü vururam 3,5'ə, digər tərəfi tapmaq üçün və vururam yenə də 2'yə. Bu da eləyir 28. Deməli, bizim rənglənəcək ümumi sahəmiz 24 ilə 28'in cəmi 52 olardı. Amma bu divarlar boş deyil. Axı burada qapı və pəncərələr üçün oyğular var. Onda S tam bərabərdir. 52'dən çıxıram qapının yerini. Qapının yeri nə qədər vermişdi? 10 və 2 veribdi. Çıxıram 10-dan 2'nin də cəmi 12 santimetr çıxdı. Qaldı yerdə 40. Bax bu 40, bu 40. Bizim obşi rənglənəcək məsafəmizdir. İndi deyir ki, hər 10 metrə 0,1 litr gedərsə, 1 litr boya bizə çatarmı? Yazıram belə, yenə 10 metr kvadratı üçün 0,1 litr gedir. Bax, özümdə qeyd edirəm. İndi bizə lazımdır 40 metr. 40'ı bölək 10'a. Görək 40'ın içində nə qədər 10 metr var. Görürəm ki, 4 dənə 10 metr kvadratı var. Deməli, bizə 4 dənə bu qədərlik boya lazımdır. Onda 0,1 litri də vururam 4'ə. Elə bil ki, fikirləşin ki, bir qabın içində 0,1 litrdir və bu da 10 metrə çatır. İndi sizin yeriniz 40 metrdir axı. Ona görə 4 dənə həmin qabdan ehtiyacınız var. Onda 4 dənə bu, yəni 0,4 litr gərəklidir.
Bu bize lazım olan boyadır. İndi deyir ki otağın divarlarına 1 litr boyamız var. 1 litr boya bunu çatar mı? Tabii ki de çatar. Çünkü bu 400 milli eləyir. O da 1 litr. Geldi 16. suala. 16. Aha, tili 0,5 uyğunlaşdırmadır deməli. Birinci sual. Tili 0,5 metr olan kubun həcmi və bərabərdir A'nın kubu olduğuna görə bizim də əgər 0,5'dirsə bunun da kuba yüksəldəndə 5 5'im 25, 25'i də 5'e vuranda 125 eləyir. Hansı variantımızda var? A. Burada deməli həm A uyur, həm də E uyur. Onda ikisini də yazaq. A və ya E. Aha. İkinci sualımız belə deyək. A mötərizədə E-də yazıram. Eyni şeydir əslində. İkinci, tili 0,5 metr olan kubun tam səthi. Tam səthinin sahəsi 6 vurulsun A'nın kvadratıdır. Keçən videoda bu haqda danışmışdıq. Onda 6 vurulsun, onda 5'in kvadratı %25 eləyir. O da eləyir 1,5. Sonra burada uyğun gələcək. Bunlardan biri hansısa 1,25 olmalıymış. Gəlin belə deyək. Bu E'ni buradan silək. E'yə yox çaşdım. 1,25 nə idi? Hə, 1,5. 1,5 deyib variantlarda 1,25 axtarıram. Üçüncü sualımız. Deyir ki, oturacağın sahəsi 0,5, hündürlüyü 5 olan düz prizmanın həcmi. Həcm üçün belə bir düsturumuz var. S oturacaq vurulsun H. Yəni hündürlüyü. S oturacaq 0,5'dir. Onu da 5'e vursaq 2,5 edəcək ki, bu da C'ni verəcək. Bu qədər. Sonuncu sualımız da belə bitdi. Kiçik xırda-para səhvləri var. Amma problemli sual yoxdur. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.